gün sizə bir dənə lətifə danışım. Uğunun nəyə gülməkdənir? Danış. Amma əgər o gülməlidirsə danış. Bir gün at xəstə olur, qoyun gəlir bunun yanına, deyir ki, aya, gücümü toplab dur ayağa, yoxsa elə biləcəklər ki, sən xəstəsən, səni kəsəcəklər. Deyəcəklər, yəqin bugün sabah öləcək. At da fikirləşir ki, qoyun düz deyir də. Bir təhər gücünü toplayır, durur ayağa, elə yəsi bunu görür, qışqırır ki, hurra, at durdu. Aya, qoyunu gətirin, qurban kəsin. Gülməli deyildi. Yox, gülməli deyildi. Mən bunu gülmək üçün danışmadım ki. Yəni demək istəyirəm ki, gərək hər öz işi ilə məşğul olsun. Oturduğun yerdə, sənə lazım idi bu. Ola bilər, amma gülməli deyildi. Mən bunu məhəllədə uşaqlara danışıram, ölüb gedirlər gülməkdən. Gülməli deyildi. Günah məndədir ki, mən niyə sənə lətifə danışıram? Bir dəqiqə saxla bunu. Bax, sən mənim canım, gəl bir dənə lətifə danışım. Bax, gör, gülməlidir, gülməlidir. Deməli, təsəvvür edə ki, bir gün at xəstə olur, qoyun gəlir bunun yanına, deyir ki, aya, ver özüm taxaram, ver bura. Ya mən duzum itirmişəm, ya da bunlar duzları itiriblər. Başlayaq. Restoranda stolun üstü boş qalmasın deyə çoxlu yemək sifariş verən dostlar. Çalışın, stolun üstündə heç nə qalmasın. Hamısını yeyib tamamlayın. Bu qismət məsələsidir, düşər-düşməzi olar. Onsuz da hesabı gətirəndə bu nəzərə alınmayacaq. Axşamınız xeyir olsun, tamamla efirdədir. İndi yəqin ki, bir çoxlarınız istirahət edirsiniz, amma sizdən fərqli olaraq bəzi məşhurlarımız hələ də işləyirlər. Bugünsə onlar öz işlərini tamamlayıb, tamamla verilişində həm oyunumuzu tamamlayacaqlar, həm də istirahət edəcəklər. Beləliklə, ilk komandanın oyunçuları məşhurlaşmaq üçün televiziyanın gücünü hamıdan çox bilən Elvin Abdullayev. Həmişə şadlıqlarda sözünü çox adamdan çox eşidən Tural Ağayev. Televiziyaçı olan, prodüser olan, indi də biznes leydi olan Sayqa Cahil. Təşəkkür. Dəlilli bəstəm, hər şey bitdi. Amma təbii ki, elə bilməyin ki, siz tək oynayacaqsınız və qələbə şansınız 100% ola bilər. Buna mane ola biləcək rəqibləriniz var. Gəlin görək, onlar kimlərdir? İkinci komandanın üzvləri, çörəyi səsindən çıxan Tural Əzimov. Ailədə, qohum-qonşu yanında Elcan kimi, amma tamaşaçıların və repçilərin yanında Bars ləqəbi ilə tanınan reperimiz. Hər günün hava məlumatını hamıdan tez bilən Vüsalə Şahvəli qızı. Dağın dalında əziz səs gəlir, igidlərin yoxdur sayı bu yerdə. Bəli! Qoyarım gəlsin aynələm, gecələr yatmaz ağlar. Bir daha salamlayıram və təbii ki, oyunumuzun qaydaları var. Mən sizi qaydalarla tanış eləməliyəm. Oyunumuz 6 turdan ibarətdir. Sizə müxtəlif mövzularda suallar, tapşırıqlar təqdim olunacaq. Sual verildikdən sonra tamamla siqnalı səslənəcək. Siqnal səsindən sonra komandaların kapitanı, bax gördüyünüz bu düyməni sıxıb, komanda şəklində həmin sualları, tapşırıqları tamamlayacaqsınız. Və təbii ki, oyunumuzun sonunda qalib gələn komanda sponsorlarımızdan çox dəyərli hədiyyələr qazanacaqlar. Və komandaların adı olmalıdır, kapitan olmalıdır. Siz bu barədə bir yaxşıca baş sındırın. Mən isə ilk turumuzu elan edirəm.
Beləliklə ilk turdayıq və oyunumuz başlamaq üzrədir. Amma oyunumuzdan öncə xatırlatdığım qədər komandaların adı və kapitanı. Başlayaq sizdən. Sayqa, komandanızın adı və kapitanı. Biz bir anlıq baxdıq ki, o əks komanda rəngarəng gelir. Rəqib Bizdə komanda. isə, rəqib də demək olur, ağ-qaradır. Ona görə istəyirik ağ-qara olsun. Ağ-qara. Çünki həyat özü ağ-qaradır. Bəli. Ağlar və qaralar, udanlar Bəli. və uduzanlar var. Ağ-qara. Düzdür. Bəs kapitan? Kapitan Elvin. Elvin. Komandanın adı Ağ-qara və yaxud Qara-ağ. Ağ-qara da yaxşı səslənir. Ağ-qara. Kapitansa Elvin. Alqışlar. Və özünə ağ geyinir. Və rəqib komanda. Visalənin rəyi doludur. Visalə buyur. Mən istəyirəm ki, biz təvəzzükar olacaq onlara baxanda, o komandaya baxanda. Bizim adımız Birlik olacaq. Birlik komandası. Siz birlik nümayiş etdirəcəksiniz. Bəli, biz Və bu sizə qələbə gətirəcək. Bəli, bu bizə qələbəyə çatdıracaq peşələri inşallah. başqa-başqa olsun da. Və komandamızın kapitanı, baxmayaraq ağır çəkililərə baxanda yüngül çəkili Elcan olacaq. Oldu. Elcan. Yəni həm də bars. Bədəndən ağır çəkili olur. Komandanın adı Birlik, kapitanı isə Bars. Alqışlar. O ancaq rəqbəyə deyil, Belə. orası noktanı vurmadan. İki tur ard-arda qalib gələn komanda rəqib komandanın bir üzvünü oyundan kənarlaşdıracaq. Ona görə də komandalar Çalışın bir-birinə biz iki uzaq tur ki, məni ard-arda qələbə qazanmağa gərək imkan verməsin. Və ilk turumuz, oyunumuz başlamaq üzrədir. Beləliklə ilk sual nədir? Ekranda fotolar görəcəksiniz. Fotolarla filmin adını tamamlamaq. Tamamla siqnalından sonra kapitanlar qaçıb düyməni sıxıb həmin filmi tamamlamalısınız. Aydındır? Hamınıza uğurlar. Diqqət ekrana. Və qeyd edeyim ki, bütün filmlər Hind filmləridir. Get. Bir dəqiqə, tamamla siqnalını gözləyək. Diqqət. Davay. Elvin. Bəli, düyməni ilk olaraq Elvin sıxdı. Sayqa, hansı filmdəndir? Mən müğənni deyiləm, amma orada bir dənə qəşəng mahnı var. Meri, Şərab, Biha, Zita və Gita. Tura, Zita və Gita, bəli. Orada tankilərlə, əlində bakal, iyi edirdir. Bir xalı qazandı Ağ-qara komandası. Birlik komandası birləşin. İkinci filmdən fotolar. Diqqət ekrana. Gecikdim, bas. Xeyri yox. Sayqa, üçə kimi sayıram. Jimmy, disco. Bir, Tantur disco. necə? Tantur disco. Qəbul edək. Azərbaycan dilində adı. Azərbaycan dilində. Rəqqas, Düz tapmışsam Azərbaycan dilində. Disko rəqqası. Disko rəqqası. Bəli, doğrudur. İki xalı da qazandı Ağ-qara komandası. Üçüncü filmdən indi fotolar gələcək. Diqqət ekrana. Yenə də Elvin. Hansı film? O torbadan, ola bilər ha, səhv deyim, amma sadəcə olaraq fikrimiz, o torbadan və o nömrədən Cənab 420 ola bilər. Bəli. Cənab Babıçqa. Bravo. Bir Ağ-qara komandası üçüncü xalı da qazandı. Növbəti filmdən fotolar. Diqqət ekrana. Bu dəfə Bars, nəhayət. Şəkillərə baxırsınız, görürsünüz. Qırılmış şüşə qırıntıları. Danırsan bilmirlər. Qəpiyin hər iki üzündə eyni şəkil və qatar. Qəpik atmaq. Düz deyir, elə bir film var, iki qardaş. O, Filmin Hamid adı. Apaçan çəkilib orada. Adı. Hamid Apaçan çəkilib. İki qardaş, prosta adım bildim. Filmin adı. Və bu oyunda Aktyorlar əsas adı oynayır. Çox təəssüf. Birlik komandası çox təəssüf. Yaxınlaşmışdınız, amma çox təəssüf. Ona görə də mən rəqib komandaya şans verirəm. Qardaşlardır da məncə. Qardaşlar deyil. Xeyr. Yanılmıramsa, ayda Rus dilində daha rahat idi. Azərbaycan tərcümə. Rus dilində Rus dilində yox deyil. Qığılcım ili tam. Bəli, qığılcım.
Doğuncum. Yaş və təcrübə özünü göstərir. İskra. Müsaade. O filmdə hətta Hema Malina da oynayır. Bəli. Zita və Gita da oynayan aktrisa. İzləmişik. Bəli. Amma adını, çox təəssüf adını tapa bilmədiniz. Və bu o deməkdir ki, rəqibləriniz 4-cü xalla qazandı və sonuncu. Birlik komandası. Heç olmasa çalışın bu xalı qazanın. Sonuncu filmdən fotolar. Diqqət ekrana. Düyməni ilk olaraq Elcan sıxdı. Nə asan sual düşdü onlara. Quldurlarla bağlı Bu adını deyin. Əlibaba və Qırxıldır. Nəyə görə izah edə bilərsən? Pul orada var, xəzinə qayalığın içində olur və onlarda da... Korsanlar falan. Bəli, quldurların taxtığı aksesuar, belə deyək. Bəli, Əlibaba və 40 quldur. Axır ki, təbriklər. Amma əl çalındı, bizə əl çalındı. Yaxşıdır. Birlik komandası. Əl çalındı. Yavaş-yavaş birləşirsiniz. O qədər gözəl düşmənik ki, biz sizə əl çalırıq. Biz baxın. Hər iki komanda və azarkeşləri bir-birlərini alqışlamalıdır. Bir xalı qazandılar da sayqa. Heç olmasa 4 xalı siz qazandınız bu turda. Bir xalı isə birlik komandası qazandı. Amma turu biz qazandıq da. Bəli, 4 xalı bu turda o deməkdir ki, bu turda hesab oldu 4-1. Ağqara komandasının xeyrinə bir isə keçirik növbəti tura. İkinci turdayız. Bundan əvvəlki turda Ağqara komandası çox gözəl oyun nümayiş etdirib 4-1 hesabı ilə önə keçdi. Birlik komandası, əgər bu turda onlar qazansalar, siz bir nəfərlə vidalaşacaqsınız. Bir nəfər itirəcəksiniz. Ona görə çalışın bu turu mütləq qazanın. Bu turda isə mövzu nədir? Siz mahnının sözlərini şeir kimi eşidəcəksiniz, şeir kimi. Yarıda kəsiləcək. Tamama siqnalından sonra kapitanlar düyməni sıxıb, təbii ki, müğənnilərimiz var. Onlar mahnının ardını tamamlamalıdırlar. Yəni misraları. İnşallah, bu da sizdiydir. Mahnı qeyd edim ki, xalq mahnılarıdır. Hamınızın çox sevdiyi, bildiyiniz mahnılardır. Hazırsınız? Diqqətlə qulaq asmaq lazımdır. İlk mahnının sözlərini eşidək. At irmə köynək, ay sarı çəpkən, gəlin haralısan, özü göyçək, sözü göyçək, hara maralısan. Elcan, təbrik edirəm. At irmə köynək, sarı çəpkən, gəlin haralısan, özü göyçək, sözü göyçək, hara maralısan. O tərəfdə toy var deyəsən. Dağın dalında, həzin səs gəlir, bağın dalında, həzin səs gəlir, sağ ol gəl, var ol gəl, bir bizə mehman ol gəl. Sağ ol gəl, var ol gəl, bir bizə mehman ol gəl. Sən də çox sağ ol, sən də sağ ol Tural. Amma gəlin eşidək görək, doğru tamamlamısan yoxsa yox. Yarın bağında, üzüm əskəri, bağın dalında, əziz səs gəlir, sağ ol gəl, var ol gəl, bir gecə mehman ol gəl. Sağ ol gəl, var ol gəl, bir gecə mehman ol gəl. Bravo, bravo. Doğru. Bir xalı qazandınız. İkinci mahnının sözlərini eşidək. Araqçının məndədir qara xalyar, sərmişəm çəməndədir qara xalyar. Aləm gözələ dönsə qara xalyar, mənim gözüm səndədir qara xalyar. Elcan, Elcan. Çox cüzi fərqlə düyməni ilk olaraq Elcan sıxdı. Elcan, buyurun. Dan yeri ağaranda qara xalyar, gəzmə məni aramda qara xalyar, dan yeri ağaranda qara xalyar. Gözlə məni aramda. Gözlə məni aramda qara. Kifayət eləyər. Çox sağ ol Tural, çox sağ ol. Tural bütün bacarığını ortaya qoyur ki, təki komandası xalq qazansın. Amma gəlin eşidək görək, doğru tamamlayıb yoxsa yox. Dan yeri ağaranda qara xalyar, dan yeri ağaranda qara xalyar, gözlə məni aramda qara xalyar, gözlə məni aramda qara xalyar. Bravo, iki xal. Bam bam.
Artıq birləşirsiniz. Bu yaxşıdır. Artıq bilir. Ağqara komandası, rənginiz getdikcə ağqaradan mənə elə gəlir, rəngarəng olur. Hava təsir edir. Saqa, rəngarəng. Bozarırıq hələ. Bozarırsınız. Və sonuncu mahnının sözlərini eşidək. Mən aşiqəm, zirəsən, zəfəransan, zirəsən. O günə qurban olum, sən qapıdan girəsən. Elvin. Ay gülüm gəlsin ailələm, qoyarım gəlsin ailələm, qapıda duran oğlana, irəhmi gəlsin mənə. Bax, bu lazım idi, bravo. Amma gəlin, mahnı eşitəyə görək, Tural doğru tamamlayıb, yoxsa yox. Qoy gülüm gəlsin ay nənə, qoy yarım gəlsin ay nənə, qapıda duran oğlana, rəhmin gəlsin nənə. Qoy gülüm gəlsin ay nənə, qoy yarım gəlsin ay nənə, qapıda duran oğlana, rəhmin gəlsin nənə. Bravo! Hətta. Ölməz sənətkarımız Rəşid Behbudovun ifa etdiyi bu mahnını Turalla özünə məxsus doğru tamamladı və sizin komandaya... Hətta eyni tonalisdən belə oxudu. Bəli, eyni tonalisdən. Mən də hiss etdim onu və bu dəfə sizə qapıda duran o bir xal gəldi. Alqışlar, bravo. Bax, demək ki, jest elədiniz. Birlik komandası, mən sizi təbrik edirəm. Çünki siz bu turda 2-1 hesabı ilə qələbə çaldınız və bir nəfəri itirməkdən xilas olduk. Əziz tamaşaçılar, biz sizə ayrılaq reklamlara. Reklamlardan sonra davam edəcəyik. Bizdən ayrılmayın.
Sinəsiz sazlı gəlin, gül özü gül yanağı, söhbəti dozu gəlin. Gəlin, nazlı gəlin, sinəsiz sazlı gəlin, gül özü gül yanağı, söhbəti dozu gəlin. Bravo. Tural, təşəkkürlər. Çox sağ ol. Bir balaca sakitləşdiniz. İndi oyunumuza davam edək. Üçüncü turumuz nədir? Üçüncü turda ekranda foto şəkillər görəcəksiniz. Hansı foto şəkillər? Uşaqlıq şəkilləri ilə məşhurların kimliyini tamamlamaq. Uşaqlıq şəkilləri ilə. Bu bizim məşhurlardır. Qarışıqdır. Qarışıq. Bizimkilər də var, əcnəbilər də var. Və təbii ki, tamamla siqnalından sonra kapitanlar düyməni sıxıb məşhurun kimliyini tamamlamalısınız. Hazır olun. İlk foto şəkil, diqqət ekrana. Görürsünüz Brad Pitt, Angelina Jolie, onların uşaqlı şəkilləri. Bəs üçüncü uşaq indi hansı məşhurdur? Elvin. Çox cüzi fərqlə Elvin düyməni ilk sıxdı. Mən Kim? klipdə də var bu şəkil. Bu şəkil klipdə də var. Sonra öz qızı ilə olan şəkillə müqayisə. Bu yanılmıramsa Madonna olmalıdır. Yanılmıram. Amma bu üzündən qızının şəklinə sravniyyə bir şey görmüşdüm internetdə. Madonna deyirsiniz. Madonna, hə. Amma yanıla bilər. Cavab verdiniz. Gəlin baxaq görək. Doğru tamamlayıb uşaqlıq şəklini, yoxsa yox. Baxaq. Bəli, bravo. Təşəkkürlər. İnanın ki, siz bunu verməyəcəksiniz. Bunu verməyəcəksiniz. Sayqa sübut edir ki, əsl prodüserdir. O da mən bilmirəm. Bir xalı qazandı. Qızı ilə müqayisə şəkillər qoyulmuşdur. Bəli, yadınızda qalıb o. Bravo. Bir xalı qazandınız. İkinci məşhurun şəkilləri gəlsin. Gülbən Ərgən, Kənan Doğulu. Bəs üçüncü kimdir? Diqqət. Yenə də Elvin. Kim? Bilməm, türkləri mən yaxşı tanımam. Bu, deyim də sizə, aktrisadır. Kim? İsmini tam bilmirəm, belə deyim də. Saya bilərik də biz. Saya bilərik. Fəriha filmində baş rolda gedən aktrisadır. Bizdə də belə bir söhbət olmuş. 5-ə kimi sayıram. 1, Bilən var mı? Bizdə də belə bir söhbət olmuşdu. 3, 4, 5. Elvin, çox təəssüf. Buyur Müsalə. Kim? Hazal Kaya. Hazal Kaya. Bəli. Gəlin baxaq. Bəli, Hazal Kaya. Elvin, çox təəssüf. Tanıdığın kimdir, amma adını yadına sala bilmədin və bu deməkdir ki, hesab 1-1'dir. Bilmərəm, o uşaqlarımı söz deyəsən. Komandalar, diqqətiniz məndə olsun və ekranda olsun, çünki sonuncu foto şəkillərdir. Aygün xanım Kazımova, İradə xanım İbrahimova, bizim sevilən məşhurlarımız. Bəs üçüncü. Ay, çox təəssüf Elvin. Onu bilirəm. Buyurun, kimdir? Birlik komandası. O birisi kimdir? İradə İbrahimova. İradə İbrahimova. Üçüncü. Görün, nə qəşəng uşaqdır. Şirin uşaqdır. Onu bilirəm, onu 100% bilirəm. Qızdır da bu. Bilmirəm. Mən nə bilim qızdı oğlan. Hələ ki onu bilmirik, o qızdır, yoxsa oğlan, deyəmərəm. Gedin şəklə bax. 5-ə kimi sayıram. 1, 2, 3, Zülfiyə Xamabayeva. 4, 5. Kim? Saçına oxşuyur. Zülfiyə Xamabayeva. Səhvdir. Sağ ol. Və şans keçdi rəqiblərinizə. Brilliant Dadaşova. Milyon faiz. Milyon faizi burada səhv ola bilməz. Bəli, doğrudur. Yaxşı bərabər. Və bu turda Ağqara komandası 2-1 hesabı ilə önə keçib, ələnməkdən xilas oldu. Biz isə keçirik növbəti tura. Heç imkan verərəm ələnə. Dördüncü turdayıq. Bundan əvvəlki turda Ağqara komandası 2-1 hesabı ilə önə keçdi. Rəqiblərinə 2 tur ard-arda qələbə qazanmaqlarına imkan vermədi. Təbrik edirəm sizi. Təşəkkürlər. Olmaz. Amma indi siz yenidən bu şansı əldə edə bilərsiniz. İndi bayatılar turudur. Siz bu turu qazanmaqla
rəqiblərinizə çətin anlar yaşada bilərsiniz sayda. Deməli nədir? Vüsalə, ekranda Tamam nənə bayatı söyləyəcək. Tamam nənə bayatı söyləyəcək. Yarıda kəsiləcək. Tamamla siqnalından sonra kapitanlar təbii ki, düyməni sıxıb, bayatının sadəcə və sadəcə son misrasını tamamlamalısınız. Hazırsınız? Bayatıya çox diqqətlə qulaq asmaq lazımdır. Diqqət ekrana. Ulduzlar batmaz ağlar. Ayı oyatmaz ağlar. İki könül ayrılsa, bu qocalıq da bir şey deyil. Hayf da öyleydi, cavanlıq. 300 bayatını əzbər deyirdim bir dəfədə. Bir də Elcan, Biz yenidən dinləyə bilərik. mən kömək edəcəm. Ulduzlar batmaz ağlar. Ayı oyatmaz ağlar. İki könül ayrılsa. Gecələr yatmaz ağlar. Gecələr yatmaz ağlar. Gəlin baxaq. Ulduzlar batmaz ağlar. Ayı oyatmaz ağlar. İki könül ayrılsa, gecələr yatmaz ağlar. Bravo Tural, bravo. Tam dəqiq cavab verdin. Bir xalı qazandınız. Gecələr çox yatmaq. Bir xalı qazandınız. Və sonuncu bayatı. Diqqət ekrana. Üzəriyim çatlasın, yaman gözlər partlasın, ağrım bəlam tökülsün. Qapı deyil, Allah haqqı ülviyə olsun. Döşəyə yamçıqov gəlmişəm ki, özün sirgəsən, öyrənmir. Gelin başa salın. Elcan. Heç bir dərdim qalmasın. Heç bir dərdim qalmasın. Sizin variantınızı qəbul edin. Ya da heç bir qalmasındı, amma nə qalmasın? Qəbul edirəm bu variantı. Heç bir ağrım qalmasın. Heç bir ağrım qalmasın. Qəbul edin variantınızı, amma rəqiblərinizə də şans verim. Düşmənlərin partlasın. Düşmənlərin çatlasın olar. Düşmənlərin çatlasın. Düşmənlərin çatlasın olar. Gəlin baxaq görək düşmənləri çatlayacaq sayğanın yoxsa yox. Baxaq. Üzəriyim çatlasın, yaman gözlər partlasın, ağrım bəlam tökülsün, dərd üstümdən atlasın. Heç biri olmadı ki. Çox təəssüf, heç bir variant olmadı. Və bu turda birlik komandası bir xal qazandı. Biz isə keçirik növbəti tura. Təbəssüm bir çiçəyin izidir, ala gözlər qulaqların gözüdür, ürəyimdə məhəbbətin özüdür, ürəyimlə bacarmıram neyləyim. Bu təbəssüm bir çiçəyin izidir, ala gözlər qulaqların gözüdür, ürəyimdə məhəbbətin özüdür, ürəyimlə bacarmıram neyləyim. Uşaqlığın havası var başımda, ürəyimin xəncəri var başımda. Desədinmi mən indi bu yaşımda, ürəyimlə bacarmıram neyləyim. Uşaqlığın havası var başımda, ürəyimin xəncəri var başımda. Desədinmi mən indi bu yaşımda, ürəyimlə bacarmıram neyləyim. Gözləyirəm hər dəqiqəm yıl olur, sən gəlirsən hər gəlişin gül olur. Qəlbim yenə qolu bağlı kum olur, ürəyimlə bacarmıram neyləyim. Gözləyirəm hər dəqiqəm yıl olur, sən gəlirsən hər gəlişin gül olur. Qəlbim yenə qolu bağlı kum olur, ürəyim
bacarmıram neyləyim. Uşaqlığın havası var başımda, ürəyimin xəncəri var qarşımda. Desəvinmi mənimdir bu yaşımda, ürəyimlə bacarmıram neyləyim. Uşaqlığın havası var qarşımda, ürəyimin xəncəri var qarşımda. Desəvinmi mənimdir bu yaşımda, ürəyimlə bacarmıram neyləyim. Uşaqlığın havası var başımda, ürəyimin xəncəri var qaşımda. Desəvinmi mənimdir bu yaşımda, ürəyimlə bacarmıram neyləyim. Uşaqlığın havası var başımda, ürəyimin xəncəri var qaşımda. Desəvinmi mənimdir bu yaşımda, ürəyimlə bacarmıram neyləyim. Ürəyimlə bacarmıram neyləyim. Ah, ürəyimlə bacarmıram neyləyim. Bravo! Turan, təşəkkürlər. Nə vaxtsa bu mahnıya klip çəksən, klipdə aktrisa kimi Vüsaliyə müraciət edə bilərsən. Beləliklə, 5-ci turdayıq, əziz komandalar. 5-ci tur nədir? 5-ci turda rayonları tamamlamaq, yəni ardıcıllıqla. Rayonları ardıcılı olaraq tamamlamaq. Mən sualı oxuyacağım, izah eləyəcəm və burada tamamla siqnalını gözləməyəcəksiniz. Mən variantlar verəcəm. Doğru bildiyiniz variantı eşidən kimi kapitanlar düyməni sıxmalıdır. Aydındır, tamamla siqnalını gözləmirsiniz. Amma variantı eşidən kimi düyməni sıxmaq lazımdır. Birinci sual. Diqqətlə qulaq asın. Quba, Qusar, Xaçmazdan savayı Şimal rayonunu tamamla. Diqqət. Neftçala, Ağdaş, Xudat. Yox. Deyən də, hələ dördüncünü deməyim, Elvin, niyə belə eləyirsən? Elvin. Əslində doğru cavabı deyəndən sonra. Bərdə. Qəbul olunmadı. Qəbul olunmadı Elvin. Elvin, qəbul olunmadı. Keçdi bizə. Variant, gəldin diyanın düyməni sıxmadın. Xudat, doğrudur? Doğrudur. Düyməni sıxmalıydın. Ona görə də bu xalı qazanmışsın. İkinci sual. Lənkəran, Astara, Lerikdən savayı Cənub rayonunu tamamla. Diqqətli olun, variantlar. Balakən, Yardımlı. Bəli, Elvin. Elvin. Sonuncu sual. Hesab 1-0. Ağqara kamulasının xeyrinədir. Sonuncu sual. Harağı bunlardan bəxsizdir. Diqqətli olun. Diqqətli olun. Sən deyərsən qaç. Kürdəmir, İmişli, Bərdədən savayı Aran rayonunu tamamla. İcazə verin bu knopkanla basın. Variantlar. Akstafa, Elcan, mən deyəndə get. Zakatala, Qax, Get, Elcan, get. Ucar. Get, bak. Bəli, Ucar. Bu o deməkdir ki, bu turda hesab oldu 1-1 və biz keçirik sonuncu, 6-cı tura. Bəli, tamaşaçılar, sonuncu turdayıq. Bundan əvvəlki turda hesab 1-1 oldu və heç bir komanda ardıcı olaraq 2 turu qazana bilmədi və heç bir oyunçu oyundan kənarlaşmadı. Bəli, alqışlar, təbriklər. Xeyr. Sonuncu turdayıq. Sonuncu turumuz nədir? Filmlərdən mahnılar səslənəcək. Yəni, filmlərdən mahnı fraqmentləri ekranda görəcəksiniz. Musiqilər, mahnı olan fraqmentlərdir. Yarıda kəsiləcək və siz o frazaların, o mahnıların ardını tamamlamalısınız. 3 sualdır. Hər sual bu turda 3 xal dəyərindədir. Yəni, hər sualın dəyəri 3 xaldır. Ona görə də komandalar çalışın, bu sualları tamamlayın, 3 xalların hamısını qazanın. Hazırsınız? Diqqət ekrana. Qismətimmiş qızılı gülün butası, sən olasan 9 oğul atası. Qız evini, boyunu, büküyü görəndə, inciməsin bəy evinin qudası. Elvin, Elvin. İgidlərin yoxdur say bu yerdə,
İgidlərin yoxdur sayı bu yerdə. Görüm bəy toyun mübarək olsun. Sağdışına, soluduşuna. Tural, sənin variantın nədir? Buyur. İgidlərin yoxdur deyil. İgidlərin çoxdur sayı bu yerdə. Bəy oğlanın yoxdur sayı bu yerdə. Amma gəlin baxaq görək əslində doğru variant hansıdır? İgidlərin yoxdur sayı bu yerdə. Bəy oğlanın yoxdur tayı bu yerdə. Görüm abək toyun mübarək olsun. Sağ dışına, sol dışına borc olsun. Görüm abək toyun mübarək olsun. Sağ dışına, sol dışına borc olsun. Bəli, Elvin doğru oxudu. İgidlərin yoxdur sayı bu yerdə. Doğru tamamlayır. Turalın etirazı var idi, amma buna baxmayaraq Elvin doğru tamamladı və 3 xalı qazandı. Təbrik edirəm. Hazır ol. Komandalar, həvəsdən düşməyin Tural. Növbəti filmdən fragment. Diqqət ekrana. Bir akşam taksiden düşüp ayaza bilmedik araya hayana gider. Elcan. Çox gözəl bir film, tez-tez eşitdiyimiz bir mahnı, filmdən soundtrackdir. Nəsə belə bir şeydir. Elcan, buyur, Elcan, eşidək səni. Elcan. Amma yox, səsləndir, bəlkə var. Payız axşamı orada var. Sözü gözlərini öldürürlər, edən görək. Bir dənə sözü görək. Beşə kimi sayıram? Biz müğayini deyilik ki, biz də 2, Yanımızda müğayini 3, 4, 5. Tural, yadına sal. Yadına sal. Və salam. Çox təəssüf, yenə də şansı verirəm rəqiblərinizə. Elvin, Tural, buyur. Bir akşam taksiden düşüp payıza bilmedik hayana araya gidey bahar həsretiyle. Sonra? Payız akşamı Sonra? yine həzin titredi. Görək. Sonra görək Ağqara komandasının ürəyi titriyəcək, yoxsa yox? Baxaq. Sonra. Bilmedik araya hayana gider. Bahar həsretiyle payız akşamı yine həzin titredi ürək. Bravo, bəli, doğrudur. Növbəti 3 xalı da qazandı Ağqara komandası. Müsalə, çox təəssüf, düyməni siz tez çıxmışdınız, amma mahnının ardını tamamlaya bilmədiniz. Azərbaycan filmləri arasında ən çox sevdiyim film ola bilər, söz yaddan çıxsın. Bəli, və ən çox sevdiyim Çox təəssüf və olur belə. sonuncu filmdən fragmentdir. Akşam eşirdi ses sağlık el yana. İşkimiz sevmesimiz düşmüştür kastana. Buyurun kuzlar Azerbaycan'a. Sakit. Seni gözleyir bu bağlar gel. Üzümü dermişem itibar gel. Yolunu gözlerem yar gel. Seni gözleyir bu bağlar gel. Üzümü dermişem itibar gel. Yolunu gözlerem yar. Diqqət ekrana. Baxaq görək, doğru tamamlayıblar, yoxsa yox. Gel seni gözleyir bu bağlar gel. Yüzümü dermişem itibar gel. Yolunu gözlerem yar gel. Bravo. Bravo Ağqara komandasına. Eşq olsun. Sonuncu turda. Akapella. Sonuncu turda mümkün 9 xalın 9'unu da qazandı. Ağqara komandası, alqışlar. Amma oyunumuzda qalib hansı komanda olub və nə qədər xal toplayıb, bunu təbii ki Elvinin ifasından sonra biləcəyik.
eşit deyirəm, səni sevirəm. İçimdəki sözləri söyləyə bilmirəm. Çox istədim olmasın, amma əlimdə deyil. Necə oldu inan, anlaya bilmirəm. Ağlımdan keçəni ürəyim bilmir. Gözlərim gülsə də ürəyim dinmir. Suallar içində cavabsız qaldım. Dostluğum sevgimi üstləyə bilmir. Dinləməni gəlirəm, cavabını bilmirəm. Qərarına saygılar, amma səni sevirəm. Bəlkə də biter hər şey, bunları da bilmirəm. Qərarına saygılar, amma səni sevirəm. Yaşanmadan bilinmez sevginin xətaları. Başımdan hər keçənlər həyatın anları. Ağlımdan keçəni ürəyim bilmir. Gözlərim gülsə də ürəyim bilmir. Suallar içində cavabsız qaldım. Dostluğum sevgimi üstləyə bilmir. Dinləməni gəlirəm, cavabını bilmirəm. Qərarına saygılar, amma səni sevirəm. Bəlkə də biter hər şey, bunları da bilmirəm. Qərarına saygılar, amma səni sevirəm. Dinləməni gəlirəm, cavabını bilmirəm. Qərarına saygılar, amma səni sevirəm. Bu hayatı seninle başa vuracak kalbim. Evlilik olsun sonu dünyada sevenlerin. Elvin, təşəkkürlər. Çox sağ ol. Siz sağ ol. Və gəldik çatdıq ən maraqlı bir ana. İndi biləcəyik ki, oyunumuzun qalibi hansı komandadır. Beləliklə, Birlik komandasının topladığı xal, 6 xal alqışlar. Alqışlar. Halal xallarıdır. Halal əziyyətləri ilə qazanılmış xaldır. Ağ-qara komandasınınsa topladığı xal nə az, nə çox, düz 17 xal. Bravo! Əziz tamaşaçılar, beləliklə bugünkü oyunumuzun qalibi Ağ-Qara komandası oldu və rəngləri demək olar ki, dəyişdi. Təbii ki, qalib komandaya sponsorumuz Baku Electronics'dən məişət avadanlığı təqdim etdik. Əli boş yola salmırıq biz rəqib Birlik komandasını da onlara və eləcə də qalib komandaya Çiko'dan gözəl hədiyyələr təqdim etdik. Təşəkkürlər sponsorlarımıza. Və təbii ki, xanımlara təqdim olunan bu gözəl gül buketlərinə görə dostumuz Edelbey isə dərin təşəkkürlər. Mənim də təşəkkürlərim var təbii ki, Binnət Ticarət Mərkəzi Bagit kişi geyimləri dükanına bax bu gözəl geyinmə görə öz dərin təşəkkürlərimi bildirirəm. Saç düzünmə görə isə həmişə olduğu kimi Usta Misirə dərin təşəkkürlər. Beləliklə, bugün bu yerdə biz tamamla verişini tamamladıq. Gələn həftə eyni gündə, eyni saatda, ən baxımlı kanalda yenidən qarşınızda olacağıq. Sağ olun.